Əssalamu aleykum və rəhmətullah. Bilgən Hekayələrin əziz izləyiciləri. Bugün mən Sevinç, Mən Leyla. sizinlə ayaq söhbətlər seriyasına başlayırıq. İlk mövzumuz xoşbəxt olmağa məcburuqmu? Bu minvalda inşallah danışmaq istəyirik. Leyla, belə başlayaq. Həqiqətən hal-hazırdakı dövrümüzdə sosial şəbəkələrin həyatımıza girməyi ilə birlikdə bir xoşbəxtlik algısı var insanlarda. Yəni xoşbəxt olmalıyıq, daim gülməliyik, əylənməliyik. Çünki şəbəkələrə girəndə, özəlliklə də Instagrama hər kəs o xoş anını paylaşır. Ancaq güldüyü, əyləndiyi və səyahət vloqerlər var. Yəni gəzirlər, elə bil sanki heç nə problemsiz bir həyat, ancaq səyahət edirlər, ancaq xoşbəxtdirlər. Belə buna biz izləyənlərə belə necə deyim, qəribə bir düşüncə şəkli yaranmış ki, o hər kəs xoşbəxtdir, bir dənə mən arxada qalmışam. Mən niyə xoşbəxt ola bilmirəm? Bu barədə sənin fikirlərin nədir? Sən necə müşahidə edirsən bu olanları? Mən məsələn çox insandan da bunu eşidirəm ki, hamı nələrsə eləyir, mən özümü geridə qalmış hiss eləyirəm. Yəni bunu deyən insanların sayı çoxdursa, demək ki, o hər kəs xoşbəxtdir, mən geridə qalmışam deyən tək insan mən deyiləm də. Yəni bu insanlar da sayı olduqca çoxdur. Yəni bu sosial medianın o xoşbəxtlik, hedonizm, sürəkli özünün ən yaxşı olacağın versiyanı yaratma, ən yaxşısı olun və s. sözləri demək ki, bir illüziya kimidir. Yəni bu o demək deyil ki, özünün ən yaxşı versiyan olmaq, özünü inkişaf etdirmək, səyahət eləyib gəzmək. Bu demək deyil ki, insan bu vəziyyətlərin hər birində ancaq xoşbəxt ola bilər. Xoşbəxtlik bir andır. Xoşbəxtlik insanın duyğularından bir duyğudur. Elədirmi? Bir hissdir, belə deyək. Hissdir. Və bu hiss xoşbəxtlikdə, üzülməkdə, kədərlənməkdə, qəzəbdə, bunlar bizdəki hisslərdir. Bunlar duyğu halında necə olur? Ani olaraq hansı anda onu hiss eləyiriksə, buna artıq duyğumuz deyirik. O anda hiss elədiyimiz. Bəli. Hiss elədiyimizsə bizim duyğumuz olur. Məsələn, hal-hazırda mən qəzəbliyəmsə, bu mənim duyğumdur. Hal-hazırda yaşadığım duyğumdur. Biri də var ki, o 5 və ya 6 hissi mən nə edirəm? Ümumiyyətcə, bunlar məndə var. Bu cür yaradılmışıq, bu hisslərlə. Onların dəyişməsinə duyğularımız deyirik. Ona görə də bir insanın xoşbəxtlik duyğusunda sürəkli olmağı arzulaması bu normal bir hal deyil. Çünki bu duyğular dəyişkəndir. Sən o duyğuda uzun müddət qala bilməzsən. Belə həyatımıza da baxdığımızda, məsələn, öz yaşadıqlarımıza da, məsələn, xoşbəxt anlarım ağlıma gəlir, kədərli, hüzünlü anlarım da ağlıma gəlir. Heç biri yəni daimi olmuyorsa və olmamağı da ən normalıdır indi görürəm. Məsələn, o xoşbəxt anımı xatırlayıram və onu daimi bir şəkildə yaşamaq istəmirəm yəni. Çünki məni inkişaf etdirəcək o enişlər və çıxışlardır deyə düşünürəm. Məsələn, insanın da hal-hazırdakı insanın ən böyük problemi odur ki, deyə düşünürəm, iki özüm qarışıq. Bir duyğularını idarə eləmək, bir də baxdığımız, izlədiyimiz şeylərdə o eləmək qabiliyyətimiz o qədər də yoxdur. Çünki o qədər bilgiyə məruz qalırıq ki, məsələn, mən Instagrama gələndə o qədər məsələn psixoloqlar olsun, nə bilim yaşam koçları olsun, və yaxud nə bilim İslami mövzular olsun. O qədər şey toplayıram ki, beynimdə. Deyirəm ki, var hamısı beynimdə. Amma həyata keçirməyə gələndə o qədər bilgi var ki, bilmirəm hansını götürəm, ondan başlayanda. Halbuki hamısı faydalıdır, okey. Amma mənə hansı faydalıdır mənim həyatıma? Çünki hər an problemi, o anki imtahanı fərqlidir deyə onu da doğru götürmək lazımdır da. Məsələn, mən düşünürəm ki, insan mənfi duyğuda olanda qətiyyən sosial şəbəkəyə girməməlidir. Elə anlarda girəndə görürsən, elə bilsən ki, həqiqətən Lori görürsən, hamı xoşbəxt, sən bədbəxt modunda gəlirsən ki, yəni nə olub, mən niyə belə oldum da? Yəni heç bundan problemi yoxdur görəsən. Elə düşünürsən də. Bilmirəm sən bunu yaşamısan ya yox. Məsələn, Leyla, sən indi yaşam koçu olaraq fəaliyyət göstərirsən də Milgin Dədəlidə. Məsələn, bu barədə sənə müraciət edənlər olurmu? Ən çox verdikləri sual nədir? Məsələn, sən bir professional biri kimi onları necə yönləndirirsən? Bizə belə çox özələ girmədən bizə nə deyə bilərsən? Yəni yaşam koçluğunda
özünü inkişaf üçün bir mütəxəssisə müraciət edən bir insan ilk növbədə öyrənməsi gərəkən alətlər var. Bunlar nələrdir? İnsanın duyğularını idarə etməsi, davranışlarını idarə etməsi və iç dünyasına bir nəzər yetirməsi. Bir insan bunları öyrənməyə başladısa, artıq həyatındakı o xarici təsirləri də, o sosial medianı istifadə etməyi də artıq idarə etməyi öyrənir. Yəni duyğular yaşamaq üçündür, bəli, amma bundan daha çox onun necə yaşayacağını idarə etməyi öyrənməliyik. Yəni duyğularımızı idarə etməyi öyrəndiksə, duyğularımız artıq bizi yönləndirə bilmir. Biz duyğularımızı yönləndirək. Məsələn, Allah-u Teala da kitabında necə buyurur? Heç ədl etməzmisiniz? Heç düşünməzmisiniz? Məsələn, bu ayət bizə nəyi göstərir? Əslində düşünməyin, əql etməyin və ağılla duyğularını idarə etməyin insanın həyatındakı təsirini göstərir. Yəni bir insan duyğularını idarə etməyi, öyrənməyi nə qədər tez bacarsa, onun həyatına bir o qədər müsbət təsir olur. Məsələn, xoşbəxtlik duyğusu dedik. Bu duyğuda uzun müddət qalmaq elmi olaraq da mümkün deyil. Məsələn, Harvard Universitetində keçirilən bəzi araşdırmalar var, sorğular var ki, Harvardda qəbul olan tələbələr üzərində belə sorğu keçirilir ki, dünyanın top universitetlərindən birisinə tələbələr qəbul olur. 6 ay içərisindəki o xoşbəxtlik hormonları, o oksitosin neyini dəngələn 6 ay əvvəlki vəziyyətinə geri qayıdır. Ya da başına çox pis müsibət gəlmiş bir insan, hər hansı bir üzvünü itirmiş, bədən üzvünü itirmiş ya da ailəsindən birini itirmiş insanların belə 6 ay sonra o yaşadığı kədər, acı, izdirab, o depressiv duyğulardan 6 ay sonra çıxıb həyat, yəni eyni duyğular, əvvəlki duyğularının balanslaşdığı göstərilir. Yəni oradakı o kortizol, adrenalin hormonları nizamlanır və 6 ay əvvəlki halına geri qayıdır o insan. Bu barədə bir şey paylaşmaq istəyirəm. Bizim söhbətlərdə bir daha çox sevdiyim hocalardan biri demiş ki, insanın ən xoşbəxt olduğu anlardan biri bir evə, bir mülkə sahib olduğu andır və onun xoşbəxtlik şeyi maksimum, yəni vaxtı 6 ay çəkir. Deyirəm ki, onu eşidəndə çox qəribə olmuşum ki, o boyda məsələn üçün indi evi olmayan tanışlarımız var, kirayəyə qalanlar var da, çalışırlar ki, öz evləri olsun da, vuruşurlar ömrü boyu bəlkə də. Amma deyirəm ki, o boyda həyatın boyu vuruş olur ki, 6 ay sadəcə maksimum olur ki, 6 ay sənin xoşbəxtliyin o qədər sürür də. Mövzu nəyə gəlir? Yenə duyğuların idarə edilməsinə gəlir. Sən bir hədəf qoydun və o hədəfə çatdın. O hədəfə çatdıqdan sonra onu beyin nə edir? Ona alışmağa başlayır. Çünki sən bir gün onu etməyin xəyalını qururdun. Bir gün o universitetə girməyin xəyalını qururdun. Artıq 6 aydır sən bu universitetə gedirsən, gəlirsən. Bu neylədir? Sənin rutininə çevrildi. Sən buna neyədin? Alışqanlıq inkişaf eləyir. Yəni öyrəşirsən bu vəziyyətə. Ona görə də xoşbəxtlik duyğusu axtarıb tapılan bir duyğu deyil. Əslində ona bir hədəf qoyduğumuz zaman, ona gedib çatma yolunda, onu gedib çatdığımız yolları da dəyərli görsək, o addımlarda da bir, çünki bu mənim hədəfimə aparır bu addımlar. Orada da bir xoşbəxtlik duyğusu ilə əslində təmas eləyə bilsək, tanış ola bilsək, o duyğunu mənimsəyə bilsək, o hədəfdəki ləzzət əslində hedonizmdir də, o xoşbəxtlikdir, o bir ləzzətdir. O bir də belə bir şey var da, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bir hədisi var, deyir, Allahım sənə olan heyrətimi artır. Məsələn, bir şeyə sahib olanla o yolu sən dediyin kimi normallaşır, adiləşir. Allah Rəsulunun həyatına da baxanda mən düşünürəm ki, o minvalda eləyib o duanı ki, yəni adiləşməsinlər, sənə olan heyrətimi artır. Bir günə baxanlar, nə bir günəşə baxanlar və yaxud bir kitab oxuyanlar, məsələn, elə kitablar olur, oxuyuruq, amma elə subhanallah deyirsən ki, yazar mı, necə yazıb, nə yaşayıb yazıb da. Məsələn, sosial medianın da söhbətin əvvəlində qeyd elədiyin kimi, sosial medianın həyatımıza girməsi ilə bizim xoşbəxtlik duyğumuzu hansı yöndə dəyişdi? Yəni sənin əlində olanlar deyil, olmayanlara bax. Gör sənin əlində nə yoxdur?
Gör mən nə edirəm? Bu gün mən hansı şəhəri gəzirəm? Sən heç bu şəhərdə olmusan? Sən heç bu şəhərdəki, bu küçədəki nə bilim bu kruvasandan gəlib yemisən heç? Yəni insanlar artıq onu düşünməyə başlayır. Başqalarının həyatına baxdıqca özünü o yerdə görmək istəyir. Fərqi yoxdur, onun üçün hal-hazırda onun həyatında o prioritet idimi, yoxsa deyildimi? Sosial mediaya girir və bu proqramlaşdırılan bir şeydir. İnsanları satış bacarıqları get-gedə artır. Yəni insanlar ehtiyacı olmayan, ümumiyyətcə onun həyatında heç bir əhəmiyyət kəsb eləməyən əşyalara olsun, xidmətlərə olsun, belə sosial medianın satış gücü ilə də birlikdə insanların psixologiyasına təsir eləmə gücü ilə də birlikdə düşünür ki, mənim də buna ehtiyacım var, mənim də həyatımda çatışmayan şey budur. Mən də buna sahib olsam, bunu etsəm, bunu alsam, onun kimi xoşbəxt olacağam. Əslində oradakı o duyğunu satın almaq istəyirik. O xoşbəxtlik duyğusu. Bəli, o duyğu da nədir? O insanın öz təcrübəsindən edindiyi bir duyğudur. Yəni sən o təcrübəni yaşamağa həvəsin yoxdursa, ya da cəsarətin yoxdursa, sən o xoşbəxtliyi də dada bilməzsən axı. Yəni insanlar nə edir? Sadəcə görüntüyə, yəni görüntüdəki o duyğunu istəyir əslində. Ona gedən yollar, o insanın ora gəldiyi vəziyyət, ya da onun üçün həyatından etdiyi fədakarlıq, o insan vaxtından fədakarlıq eləyir, enerjisindən fədakarlıq eləyir, resurslarından fədakarlıq eləyir. Hansısa bir yerə səyahət etmə necə çətin bir şeydir. Bilmədiyin bir yerdə, bəli, gəzmək, bilmədiyin yerləri kəşf eləmək, bu özü böyük bacarıqlar da tələb eləyir. Bir həyəcan, bir istək tələb edir. Amma məndə bunların heç biri yoxdur. Açıram telefonu, sadəcə orada olmaq istəyirəm. Oradakı anda, ora qədər ki yolların heç biri beynimdə yoxdur. Sadəcə anı, nəticəni baxıb insan ona meyl edir. Bu da bizim duyğu durumumuzu pozur, alt-üst eləyir. Yəni elə bilirik ki, sadəcə o an, o nəticədəki yaşanan o həzz həmən olsun. Hedonizm bu deməkdir. O ləzzət həmən mənə gəlsin. Onun məşəqqəti, ona hazırlıq, planlama, məqsəd müəyyən etmə, ona addım eləmə, bunların heç birini beyin o anda istəmir. Bunların hamısını ignor eləyir, görməzdən gəlir. Nəticəyə fokuslanır və nə edir ən əsası? Ruhdan düşür. Sən o xoşbəxtliyi istəyərkən, bir şey eləməyi istəyərkən, bir şeyə nail olmağı istəyərkən, sənin duyğuların sıfır vəziyyətindədir. Heç bir istəyin yoxdur, planın yoxdur, arzun yoxdur. Və o xoşbəxtliyi düşünüb, ona çatacağını düşünüb, o anın xoşbəxtliyinə, o hərəkət eləməyin, bir şeylər eləməyin xoşbəxtliyi deyil də, sadəcə özünün indiki vəziyyətinlə, reallıqla, arzu olunan arasındakı uçurumu görüb, daha da halın, vəziyyətin, ruh halın, həvəsinin çökməyi. Reallıqdan qopuş müşahidə olunur. Bilən nəyə görəm, Instagramdan nümunə verəcəm. O qədər ekrandan sürüşürük ki, gələn reelslər olsun, nə bilim videolar olsun. O qədər pis tükətirik ki, məsələn, mən öz adımdan deyim də, bu şeyə girməmiş ənənlər, sosial şəbəkələr ümumi açıq bir şey eləməmiş ənənlər, mənə də çox bəsit gəlir. Nə ki, nə bilim 3 saniyəlik, nə bilim 1 dəqiqəlik video, nə ki bu. Amma o ki, o kameranı açırsan, o kameranın açığını düzəltmək deyil, sənin vaxtını nə qədər alır da. Və insanlar nə görür? Hə, 1 dəqiqəlik video, nə var ki? Amma arxa planı çəksən, sən nə qədər zulüm çəkirsən, nə baxırsan, nə bilim, geyimindən tut, mikrofonu yerləşdirmək belə nə qədər sənin vaxtını alır ki, səsin düzgün getsin telefona, səsin düzgün çıxsın. Və insanlar bunu görmür deyə, məsələn, mən indi bu işin içinə girəndə daha çox fərqinə vardım ki, nə boyda əmək var da orada. Heçə saymamaq lazımdır da, yəni izlədiyin insanları. Bir də həqiqətən bizim ehtiyacımız olmayan şeyləri ehtiyacımız kimi çox gözəl pazarlayırlar. Hətta bunu influencerlar arasında da var. Məsələn, indi çəkən baxıram ki, hamısı Koreyadan da, eyni müəyyən aralıqlarla o rojiklər. Sonra dedim ki, nə var da burada hamısı gedir də. Sadəcə hətta bir qız yazmışdı ki, bu paltarı tapıb orada Koreyanın uyğun paltarlarını çəkib çəkiliş eləmək üçündür. Deyir, onu tapıb çəkiliş eləyənə kimi nə qədər zulüm çəkdi. Düşündüm ki, yəni bu zulmün niyə çəkir? Mən buna niyə baxıram? Mən niyə bunu izləyirəm?
və sair və o bir dənə də video var ki, o amma məlumat xarakterli bir videodur. Deyir ki, birdən durdun və bütün sosial şəbəkələrimi sildin, xarici bir video idi. Dedim, niyə elədim də bunu? Deyir, baxdım ki, yəni hər kəsin həyatından bir parça mənim həyatımdadır. Mən bunu niyə eləyirəm özümə də? O qədər mən qəribə oldum ki, onu. Həqiqətən hər kəsdən bir parça var mənim həyatımda. Lazımlı, lazımsız. Bəli, burada əsas məsələ üzərimizə düşən vəzifə nədir? Bu sosial mediadakı kontentləri şuurlu bir şəkildə filtrləyib qəbul etmək. Bunu edə bildiyimiz zaman sosial media həqiqətən çox dəyərli bir yerdir. Çünki insanlar ora əməyini qoyurlar. Yəni, sən bəyən ya da bəyənmə. Elədir. Sən izlə ya da izləmə, seç ya da seçmə. Bütün kontentlərin arxasında bir əmək durur. Bunlar önəmli. Ya bunlar asan deyil dostlar. Həqiqətən maddi, mənəvi asan deyil. İşin içindən girənlər bilir yəni. Bəli, bunları təşkil eləmək, bunların öz təlimləri var, məsəl üçün. Yəni mən də çox dəyərli hesab edirəm sosial mediada kontent yaratmaq. Nəyə görə dəyərli hesab edirəm? Bir tərəfdən də. Çünki tutaq ki, sənin başqa bir fiziki gördüyün bir iş var da, fiziki olaraq gedirsən, gəlirsən hər gün 9-5 ya da fərqli bir rejimdə işləyirsən, düzdürmü? Sənin orada hər gün bir yaradıcılıq dalınca qaçmağın bu real bir şey deyil. Çünki sən bir sistematik üzərindən orada bir fəaliyyət icra edirsən, düzdürmü? Daha çox rutinlər və alışqanlıqlar üzərindən gedir. Amma sosial media elə deyil. Oradakı kontent yaradıcıları necədir? Hər dəfə fərqli bir şeylər, yəni inkişaf etdirmək, yaratmaq üzərindən. Neyim ki, maraqlı olsun, neyim ki, yeni olsun, yeni trendlərə ayaq uydurum və s. Yəni bu hər dəfə özünə disiplin tətbiq etməyi, hər dəfə bir öz üzərində çalışmağı, öz kontentin üzərində çalışmağı və onu inkişaf elətdirməyi tələb edir. Bu yöndən hörmət ediləsi bir tərəfi var. Amma bizim nə etməli olduğumuza gəldikdə, bu filtrləməni belə eləyib özümüzə bəsit bir sual verə bilərik. Hal-hazırda bu kontent mənim qabağıma çıxdı. Mən bunu izləyim ya yox? Elədirmi? Bunun mənə nə faydası var? Bunu izləməklə, yəni burada mənim nə marağım var? Hansı marağım burada əks olunur ki, məni bu video saxlayır? Yəni, məsələn, bu bir əyləncə kontenti də ola bilər. Əyləncə, gülüş, ya da zarafat, ya da nə bilim, challenge-lar var, fərqli, belə proqramlar da var, yarışma tərzi proqramlar da var. Burada məni nəsə saxlayırsa, demək ki, mən arxa planda beynimi əslində sakitləşdirmək istəyirəm. Orada heç bir şey düşünməmək, nədənsə narahatlıq duymamaq. Sadəcə relax, sadəcə o videonun içində olmaq istəyirəm, düzdürmü? O video məni ona görə çəkir. Keçənlərdə belə bir şey yaşadıq. Mamam belə ekran sürüşdürürdü, artıq müəyyən yaşı var onunla. Yəni dedim ki, ay ana, yorğunsan daha, get bir uzan dincəl. Deyib beynim o qədər doludur ki, bundan özümü necə deyim də, beynimi boşaltmağa çalışıram. Bəli. Həqiqətən sənin dediyini canlı şahidi olur, yəni böyüklərdə biz zaten necə deyim, biz gənclər olaraq çoxumuz eləyik, yəni. Orada fikrimizi öldürməyə çalışırıq. İnsan əslində gün ərzində yaşadığını bir kritik eləyir, bir özünü nə etməlidir? Orada bir mühakimə eləməlidir. Bugün mən nə qazandım? Bugünüm nəyə xidmət elədi? Nəyə getdi? Elədirmi? Maddi və ya mənəvi. Yəni bu maddi bir gəlir də ola bilər. Mənəvi bir qazanc da ola bilər. Yəni insanın şuurlu beynimiz bunu istəyir, bunu bizdən tələb edir əslində. Bir fayda görmək istəyir. Fiziki bir fayda və mən ondan qidalanım. Bugün mən bu faydanı aldım deyib, rahat bir şəkildə o günü mənalandırmaq arayışımız var. Elədirmi? İşte sən bunu eləmədiyin zaman öz həyatına deyil də başqalarının həyatını sürəkli izləmədə qaldığın zaman bu regulyasiya da tamamlanmır əslində. Tamamlanmır və sənin beyninə əslində o başda dedik ya məlumatlar alır. O məlumatları real olaraq almıram əslində. Çünki yəni bir dəqiqədə birisi bir informasiyalar verdi. Mən onun üzərində işləmədimsə, düşünmədimsə, düşünmək, oxumaq və yazmaq. Bir insana məlumat verən şeylər bunlardır. Baxıb da onu təsdiqləmək ya da yox, mən bunu bəyənmədim deyib, o insanda qalıcı bir təsirə malik deyil. Son bir həftə ərzində hamımız düşünək, nə qədər içərik, kontent izləmiş olaram, dinləmiş olaram misal. Bu kontentlərdən bir dəqiqəmizi də ayıraq. Hansı cümlələr konkret olaraq yadımdadır? Nə qədər olsun, deyək ki, nə qədər 500 kontent izləmiş olun bir həftədə.
Yəni, bu kontentlərdən 5 dənə çıxardığım nəticə real olaraq həyatıma təsir edən, həyatıma tətbiq etdiyim 5 nəticə nədir? Buna özümüzə sual verək və çıxan cavabla bir yerdə, çıxan cavabın nəticəsində anlayaq ki, biz sosial mediadan həqiqətən faydalanmaq üçünmü istifadə edirik, o kontentləri ona görə mi seçirik? Yoxsa sadəcə özümüzü aldadırıq ki, hə, bunlar maraqlıdır, bunlar əyləncəlidir və s. Bunun mühakiməsini öz-özlüyümüzdə bu cür apara bilərik. Mən nə fayda aldım bu içəriklərdən? Cavab yoxdursa, yəni yox, fayda almıram əslində. Vaxtımı öldürürəm, zamanımı öldürürəm. Vaxt insanın ən qiymətli resursudur. Gedən vaxtın, itən vaxtın əvəz edilməsi mümkün deyil. Düzdürmü? Yəni resurslardan sən maddi resurslarını əvəz eləyə bilərsən, yerinə gətirə bilərsən, ya da fiziki resurslarını dəyişə bilərsən, amma zamanın belə bir təlafisi təəssüf ki, yoxdur. Ona görə insan sosial mediada ya da özünə faydası olan olduğunu hiss elədiyi yerdə dönüb özünə sual verməlidir. Mən bura nəyi qoyuram və buradan nə götürürəm? Zamanımı qoyuram, hansı ki, mənim üçün ən dəyərli resursdur. Sürətli bitməyə doğru gedir də. Heç kim satın ala bilmir zaman. Elədirmi? Əlavə zaman ki, mən burada bunu xərclədim boş yerə. Onun əvəzinə 1-5 saat daha geri alım. Belə bir şey mümkün deyil, mövcud deyil. Ona görə də insan şuurlu beynini o şuur altından, şuursuz tərəfindən ayırmağı bacarmalıdır. Yəni, elmi olaraq da bu sübut olunur ki, bizim gündəlik vərdişlərimizin minimum 85% bizim şuur altı öyrəndiklərimizlə, şuur altında olan bilgilərlə həyata keçirilir. Məsələn, rutinlərimiz, avtomatik düşünmədən icra elədiyimiz şeylərin, bilgilərin hamısı insanın şuur altında toplanan məlumatlardır. Şuurlu beynimizin burada rolu nədir? Sadəcə 10-15% civarında. Amma biz nə etməliyik? İnsan özünü ana qaytardıqca, buna anda qalma texnikası deyilir, mindfulness texnikası ilə. Yəni, anda qalmağı nə qədər artırsaq, o zaman həyatımızdakı o sosial media problemini də, o filtrlənmə problemini də, ya da öz duyğularımıza dönüb onları həll eləmə yolunda da nə edərik? Həqiqətən də bir yol qət eləyə bilərik. Yəni, şəxsi inkişafla məşğul olan insanlar bunu bilsinlər ki, maraqlanan insanlar. O insan hansısa bir mütəxəssisə gedirsə, kimsə onun problemini həll eləməyəcək. Kimsə kimsənin həyatını yaşamır, düzdürmü? Ona görə nə qədər də təcrübəli olsun, çox texnika bilsin və s. nəsə bir şey öyrətsin. Sən ona hazır olmadıqca, sən öz həyatına bir əl atmaq istəmədikcə, kimsə sənin həyatındakı mənfiləri müsbətlərlə əvəz eləyə bilməz. Allah razı olsun. Həqiqətən çox dəyərli bilgiləri verdin. Nəticə çıxarda bilməyi nəsib olsun ən əsası. Belə mənə arxada söz qalmadı. Sən hamısını ətraflı dedin. Allah razı olsun. İnşallah dostlar, gələn videolarda görüşmək duası ilə Allah'a əmanət olun. Əssəlamu aleykum və rəhmətullah.